Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala ettiğiniz cemi ibadetlerinizi kabul eylesin. Allah gelecek günlerinizi de hayren bedde eylesin. İşlerinizi avan dilesin. Bildiğiniz gibi Cenab-ı Kasım'ın meydana gitmesinden yani danışıram. Cenab-ı Sakine dedi, yani geçen söhbətimizdə burada qaldığında Cenab-ı Sakine dedi, anam Leylanı qəm eləmə, mən gətirirəm. Bəs Cenab-ı Sakine gəldi Leylanın xeyməsinə, gördü Əli Əkbərin Leyla qalxanını, qanlı köynəyini qoyub bir tərəfinə. Belə cavan bala vay deyir, ağlayır ki, aləmi yandırır. Səkinə dedi, o ağlar gözünə, yaralı ürəyinə, qurban ana. Oğul toyu görməyən babam, əmim oğlu Qasımə toy edir. Əgər bu toya sən gəlməyəsən, Qasımın və babamın ürəyi yanar və sınar. Dedi bir ananın ki, Əli Əkbər kimi oğlu ölə, onun qəlbi necə açılar və necə toya gələr. Amma çünki ağam Hüseyin bu toya razıdır, mən də onun razılığına talibəm. Gələrəm, amma elə zinət ilə gələrəm ki, aləmi qan ağladaram. Başıman Əkbərimin qanlı köynəyini sallam. Başıman Əkbərimin qanlı köynəyini sallam. Kızımı kılıclanan emmamesin ele Allah'ım. Toy libaslarını kara xunçaya koyaram. Ali deyərəm mən də bu toya gələrəm. Xülasəyi kəlam İmam Hüseyin əleyhissalam kızının elinden tutup siği şəriəti oxuyub kızının elini koydu Qasımın eline ve xeymədən çıxdı. Elə ki İmam Hüseyin əleyhissalam xeymədən çıxdı. Cenab-ı Qasım ərusun üzünə baxıb ağlayırdı. Tayin ki eşitdi düşmənlər deyirlər, həlmə mübariz, yani bizim mübarizəmizə gələn varmı? Odur ki Cenab-ı Qasım ərusun əlini bıraxıb istədi xeymədən çıxsın, güya belə dedi. Qəm etmə ey gülü bağı vəfa xuda hafiz. Görən zəmanədə dərdi bəla xuda hafiz. Yetişdi vəqti şəhadət, əmi qızı gedirəm. Demək ki Qasım olub bir vəfa xuda hafiz. Bəs ərus biçarə tuttu Qasımın ətəyindən, qoymadı Qasımı xeymədən çıxsın. Dedi əmi oğlu nə etmək istəyirsən? Dedi əmi qızı istəyirəm, meydana gedəm. Düşmənlər mübariz istəyirlər. Əruz yapışdı Qasımın ətəyindən. Qasım dedi əmi qızı bizim toyumuz qaldı qiyamətə.
Bəs əruzu bir qışqırıb Nuh'a edib dedi, əmi oğlu, qiyamətdə hansı nişanə ilə səni tanıyım və səni harada görüm. Qasım köynəyindən bir qədər kəsib ərusə verib dedi. Bu kəsik köynək ilə məni qiyamətdə tanıyarsan. Sonra əruz dedi, bu zamanə məni bəxtiqara eylədi. De görüm səni də harda görə bilərəm. Cənab-ı Qasım dedi, məni iki yerdə görə bilərsən. Biri qəhlicayda, biri də qiyamətdə. Əruz dedi, qəhlicayda səni nə nişanə ilə tanıyım. Cənab-ı Qasım dedi, əmi qızı, qəhligaha gələndə nəşlərin arasında dolan və gəzib axtar. Gəzib soraq elə, gör çox da quranıb hansı bədən. Yəqin bil ki, əmin oğludur o həsrətlə ölən. Dəxi nişanə budur, qan yaralarımdan axar. Gözüm həsrət ilə xeymə səmtinə baxar. Çəkib cənazəmi ağuşa ilə ay və fəqam. Cənazəm üstə atıb zülfü eylə fəqan. Xülasə Əhl-i Beyt Qasım ilə ərusun bu noyu danışıqların eşidib çox şiddət ilə ağlaşdılar. Cənab-ı Qasım Fatimə-i Suğranı sakit edib gəldi əmisinə ərz elədi. Məni ayırma Əli Əkbər cavanından, gedim ona yetişim aləmi, bəqadə əmi. Qoy xalq bilsin, desinlər ki, zülm ilə təzə damadı toyunda kəsdilər qurban. Bu Kərbalada əmi, ərşidə qoy fəxr eyləsin atam İmam-ı Həsən. Gəzəndə qanlı başım cida başında əmi. İmam Hüseyin əleyhissalam buyurdu, oğul, öz ayaqların ilə ölümə gedirsən. Cənab-ı Qasım dedi, əmi necə getməyim? Və halın ki, sən bu qərib ölkədə yalqız qalıbsan. Nə bir kömək edənin var, nə bir mehriban dostun. Ruhum ruhuva qurban, canım da canıva. İmam Hüseyin əleyhissalam buyurdu. Demə bu sözləri ey əziz canım, sənin fəraqı və yox tabı təvanım Qasım. Cənab-ı Qasım ərz elədi, əmi, ver izin ölməyim qoy olsun qabağında. Minay əqqidə kəsilsin başım ayağımda. Çox arzu edirəm mən yetim qəlbi xəstə, verəndə can alasan, olasan başımı, alasan başımı dizin üstə. Mənim bu məhləbimi əyəmi əmələ gətir, yaralı nəşimi sən binəvanama yetir. Bəs İmam Hüseyin əleyhissalam Qasımın libaslarını kəfən surətinə salıb və öz qılıncını onun belinə bağlayıb meydana göndərdi. Elə ki, Cənab-ı Qasım meydana getmək istədikdə gəldi Əhl-i Beyti vida eləsin dedi. Ey toyumda göz yaşımman olanlar əlvida. Dərdi qəmdən sinəsi suzan olanlar əlvida. Hər kimin sözü var öz oğluna gəlsin desin. Ey bu çöldə dərdi bir dərman olanlar əlvida. Can sizin cana murad, oğlu ölən bir kəs anam. Xanimanların zülmü ilə bərbad olanlar əlvida. Bibim Zeynəb gəlsin görün, bəlkə bir də görmədim. Matəmimdə gözlərindən qan axıdanlar əlvida.
Cenab-ı Kasım gördü anası bir küncüde dizlerin kucaklayıp her dem Əruşə yani Fatime-i Suğraya bakır ve bala vay deyip ağlayır. Dedi ana beni halal ile gedirəm. Şəriyə dedi bilirəm bala oğulsuz qalacağam. Hər vəsiyyətim və dərdim var mənə de. Cenab-ı Kasım anasını bir qədər kənara aparıb dedi anacan. Bu gün elin üzülür həsrət ilə Qasimdən. Götürmə göz anacan binava ərusimdən. Əziz saxla onu haqq rızası canından. Ayırma hər yerə getsən ərusu yanından. Ey əzadarlar, hədislərdə varid olub ki, Xatini Qiyamət Fatime-i Zəhra salamullah aleyha 18 il ömr elədi, 9 il Əli əleyhisselamın evində 5 övlad anası oldu. İmam Həsən, İmam Hüseyin, Cənab-ı Zeynəb və Küsüm və Möhsün ki, sikt olundu. Yəni vaxtından qabaq ana bətnindən yerə düşdü. Amma dünyadan röhlət edəndə vəsiyyət etdi ki, əm oğlu mənim tabutumu qəbristana aparanda qədəmləri, yəni addımları ahəstə at və mənim qəbrimdən ayaq çəkmə. Ondan ötəri ki, doyunca səndən doymamışam. Ah, bəs neyləsin Fatimə əruz ki, bircə saat əmisi oğlu ilə danışmadı və cəmi dərdləri və sözləri ürəyində qalıb nə həsrətlər ilə Cenab-ı Kasım'dan ayrıldı. Əla ləğanətullahi ələl qavmiz zalimin və səyyə ələmüllezine zələmü eyyəmun qələbuna yanqalibun.